Siz bilirsiniz ki, 3-cü xəlifə dünyadan köçəndən sonra insanlar Həzrət Əli əleyhissalama üz tutdular. Çox böyük bir izdiham yarandı, insanlar Əlinin evinə axışdılar və onu xəlifə olmağa dəvət elədilər. Həzrət Əli əleyhissalam özü qeyd edir ki, cəmaatın izdihamı o qədər çox idi ki, Həsənlə Hüseyn az qalırdı, ayaq altında qalsın. O qədər şövqlə, həvəslə insanlar Əlinin qapısına, evinə gəlib, onu xilafətə dəvət elədilər. Bu insanların içində çox nüfuzlu adamlar var idi. Təlhə ilə Zübeyir kimi şəxsiyyətlər var idi. Təlhə ilə Zübeyir İslam cəmiyyətində ən nüfuzlu insanlardan sayılırdılar. Onlar gəlib Əli əleyhissalamla beyyət elədilər. Həzrət Əliyə ilk beyyət eləyən şəxslərdən Təlhə ilə Zübeyrin məsələn adını qeyd edirlər. Həzrət Əli əleyhissalam xilafətə gələndən sonra onu xilafətə dəvət eləyən insanlarla necə davrandı? Onlarla necə rəftar elədi? Bəziləri deyir ki, Əli əleyhissalam nəuzubillah səhv elədi. Gərək siyasətlə davranardı. Onlara hədiyyələr verərdi, onların ürəyini ələ alardı. Çünki onlar ona əl uzadıb beyyət eləyirlər. Nə zaman bunlar onun görüşünə gəlsəydi, Həzrət Əli əleyhissalam maniyəsiz onları dərhal qəbul eləməli idi. Deməli idi, xoş gəlmişsiniz, siz səbəb oldunuz, mən xəlifə oldum. Gəlin danışaq görək, sizi hara təyin eləyim, harada işləyəsiniz, Küfədə işləyirsiniz, Şamda işləyirsiniz, haranın valisi müəyyən eləyim, təyin eləyim sizi. Sizin mənə nə qulluğunuz var, Beytulmaldan nə qədər hədiyyə verim sizə. Çünki adətən siyasətçilər, dövlət adamları o zaman belə rəftar edirdilər. Əli əleyhissalam bilirdi ki, bunlar narazı qalsalar Həzrət Əlidən, özündən sakit oturmayacaqlar. Bunlar dinc oturmayacaqlar, bunlar mübarizəyə başlayacaqlar. Bunu Əli əleyhissalam gözəl bilirdi. Bunları narazı salsa özündən, bunlar müharibə eləyəcəklər, necə ki elədilər Cəməl döyüşü. Həzrət Əli ilə bunların arasında bu müharibə sonradan baş verdi. Həzrət Əli əleyhissalam bunları bilirdi. Ona görə indi bəziləri deyir ki, sən ki bilirdin bunlar sakit oturmayacaqlar, sən bunlarla birtəhər keçinməliydin. Bunlarla birtəhər bunları təmin eləməliydin. Amma Əli əleyhissalam bu siyasətlərdən istifadə eləmədi. Xəlifə seçilən gün dedi ki, mənim hökumətimdə Muaviyə kimi adam vali ola bilməz. Bir gündə Muaviyyənin zülmünə dözə bilmərəm. Bilirsiniz, Həzrət Əli xilafətə keçən vaxt Muaviyə Şamda vali idi. Keçmiş xəlifə onu təyin eləmişdi. Bəziləri deyirlər ki, ya Əmir əl-Möminin Əli əleyhissalama, qoyun orada qalsın, hələ bir müddət işləsin, bir təhər onu ələ alaq. İndi onunla siz sərt davranmayın, çünki o sizə düşmən adamdır. Hələ bir təhər keçmək bundan. Əli əleyhissalam gələn gündən qətiyyətlə dedi ki, bir gündə olsun Muaviyyənin Şamda vali olmasına razı olmayacağam. Mənim hökumətimdə zülm ola bilməz. Bir hadisə danışırlar, bir gün Təlhə ilə Zübeyir Həzrət Əlinin görüşünə gəlir. Həzrət Əli əleyhissalam onları qəbul eləyir. Görürlər, Əli əleyhissalam nəsə yazı yazır. Qarşısında da şam yanır. Soruşur onlardan ki, şəxsi işiniz var, mənə qonaq gəlmişsiniz, deyirlər, bəli. Görürlər, Əli əleyhissalam bu şamı söndürür, başqa bir şam yandırır. Təlhə ilə Zübeyir soruşur səbəbini ki, şamı söndürüb başqasını yandırmağınızın səbəbi nə idi? Əli əleyhissalam buyurur ki, mən indi hökumət işi ilə məşğul idim, dövlət işi ilə məşğul idim. Bu şam da Beytulmalın, dövlət büdcəsinin şamı idi. İndi ki, siz şəxsi məsələ üçün gəlmişsiniz, mən dövlətin büdcəsindən olan şamdan istifadə eləyə bilmərəm sizlə söhbətdə. Bu mənim şəxsi malımdır. Onu söndürür, onu yandırır. Bunlar bir-birinin üzünə baxırlar təəccüblə.
sözlərini deməyib sağollaşıb gedirlər ki, məsələ aydındır. Yolda bir-birinə deyirlər ki, bu rəhmətliyin oğlu bizim dildən düşür. Biz gəlmişik 100 minin, milyonun söhbətini eləyək. Ölkəni necə bölüşdürməyi danışaq, o bizdən Şam söhbət eləyir. Bizdən Şamdan danışır. Bu iki adam keçmiş xəlifələrin zamanında çox varlanmışdılar. Deyirlər, saysız, hesabsız qul və kənizləri var idi. Çox böyük sayda var dövlətləri var idi. İndi ki, əleyhissalam bunlarla belə davranır və deyir ki, bütün nahaq qazanılan şeyləri Beytulmala qaytaracam, təbii ki, bunlar narazı olacaqlar və sakit oturmayacaqlar, qiyama əl atacaqlar və əleyhissalam bunları bilirdi, yaxşı bilirdi. Bəs niyə belə davrandı? Əleyhissalamın belə davranmasını bəziləri deyir, Həzrət Əli yaxşı adam idi, amma siyasəti zəif idi. Əleyhissalam bu suala cavab verir. Buyurur, and olsun Allaha, ilahi təqva mənim əl-qolumu bağlamasa, bilərsiniz ki, siyasətdə ərəbin dahisi mənəm. Görərdiniz ki, mən necə bu yolları yaxşı bilirəm. Məharətimi görərdiniz, amma mən Allaha bəndə olan insanam. Əleyhissalam bunlara şərait yaradıb, bunlara qalib ola bilərdi, amma onda Əlinin müaviyə ilə, əstəğfurullah, nə fərq olacaqdı? Əleyhissalam da o siyasətlərdən istifadə eləsəydi, o zaman Əleyhissalamın müaviyə ilə heç bir fərqi olmayacaqdı. O zaman Əlinin şəxsiyyəti barədə cildlərlə kitab yazılmayacaqdı. O zaman Əlinin məhəbbəti insanların ürəyində yer tutmayacaqdı. Əli də başqa xəlifələr, hakimlər kimi tarixdə adı qalacaqdı, amma qəlblərdə qalmayacaqdı. O zaman Əlinin haqq olduğu üzə çıxmayacaqdı. Cəmaat küsürdü Həzrət Əlidən, gedirdi Muaviyyəyə tərəf. Nəyə görə küsürdü? Cəmaat dedi ki, mənə də biraz oradan hədiyyə ver. Öyrəşmişdilər belə. İşin zahirini görənlər deyirlər ki, gərək Əli də belə davranır. Niyə onlar özündən narazı salır? Ədaləti bərqərar eləmək üçün əvvəl bunları ələ alardı, sonra yavaş-yavaş haqqı, ədaləti bərpa eləyərdi. Amma Əlinin ictimai nəzəriyyəsində haqqa gedən yol haqq vasitələrdən keçir, batıl vasitələrdən. Haqqa haqq vasitələrlə çatmaq olar. Haqqa haqq yolla qovuşmaq olar. Bu haqqın tərzi təfəkkürüdür. Əleyhissalam belə davrandı ki, insanlara haqqı tanıtdırsın. Qiyamətə qədər yaşayacaq insanlar haqqın nə olduğunu bilsinlər. Əleyhissalam belə davrandı, bunun nəticəsində hökuməti itirdi, hökumət əlindən çıxdı. Amma Əlinin fərqi budur Muaviyyədən ki, Əlinin məqsədi hökumət deyildi. Əleyhissalamı hökumət ona görə lazım idi ki, haqqı bərqərar eləməyə vasitə olsun. Həzrət Əli və məsum imamların nəzərində hökumət budur ki, hökumət haqqı, həqiqəti insanlara tanıtdırmaq üçündür. Bunu çox eşitmişsiniz. İbn Abbas deyir, mən gəldim Əlinin çadırına, çox gözəl bir hadisədir ki, eşidəndə hər dəfə insana təsir qoyur. Gördüm Əleyhissalam xəlifə olan zamanda, gördüm ki, öz ayaqqabılarını yamayır, çadırlarını, çarıqlarını. Deyirlər, çarığına o qədər yamaq vurmuşdu ki, yamaqdan salamat yeri yox idi. İbn Abbas deyir, gördüm, çarıqlarına yamaq vurur, mən də baxıram. İşini qutardı, çarıqları qoydu qabağına. Dedi İbn Abbas, and olsun Allaha ki, əvvəl soruşdu ki, bu çarıqlara nə qədər qiymət verərsən? Neçəyə alarsan məndən? Dedim, ya əmir əl-möminin, bu çarığa heç bir dirhəm, bir dinar da verməzlər. Bu çıxartson bazara satmağa heç kəs almaz bunu. Bunun heç bir qiyməti yoxdur. Hər tərəfi yamaqdır bunun. Bundan salamat bir ayaqqabı da deyir ki, satanda bir qiymətə sata biləsən. Onu deyəndən sonra dedi, and olsun Allaha, sizə hökumət eləməyin qiyməti mənim yanımda bu çarıqdan daha dəyərsizdir. Bu çarığın qiyməti sizə hakim olmaqdan daha yaxşıdır. Amma haqqı bərqərar eləyib nahaqla mübarizə aparmaq olmasaydı. Mən bunu ona görə qəbul elədim ki, bu yolla haqqı insanlara tanıtdırım, haqqı dünyada bərqərar eləyim. Bu Əlinin məntiqidir.
Əli əleyhissalam bu məntiqə əməl elədiyi üçün, bu məntiqlə hərəkət elədiyi üçün düşmənləri çox oldu və xilafətdə qala bilmədi. Amma Əli əleyhissalam öz qarşısında qoyduğu işi görə bildi. Əli əleyhissalam haqqı dünyaya tanıtdıra bildi. 1400 il keçib, indi cəmaət başa düşür ki, sən demək qələbə çalan Əli əleyhissalammış, məğlub olan Muaviyə. Düzdür, Muaviyə xəlifə oldu, Əli xilafətdən getdi. Amma dəyər mübarizəsində, dəyər davasında Əli üstün olduğunu sübut elədi. Əlinin adı qaldı, qəlblərdə qaldı. Bütün vicdanlı insanlar bugün Əlinin tərz təfəkkürünü qəbul eləyir, amma Muaviyə kimləri gəldi, gedərdi, onlardan 100 minlərlə olub, bundan sonra da olacaq. Onların heç bir təsiri olmayacaq insanlarda. 5-10 gün xilafətə çata bildi, amma Əlinin qələbəsi, onun qələbəsi müqabilində həqiqi qələbə idi. Əli əleyhissalam belə bir şəraitdə haqqa riayət eləməklə əsas məqsədi bu idi ki, haqq məktəbinin layiqli tərəfdarlarını yetişdirə bilsin. Əli əleyhissalam buna nail oldu. Düzdür, az sayda oldular. Çox məhdud sayda haqqın tərəfdarları var idi. Amma çox qiymətli insanlar idi. Hücr kimi, Rüşeyd kimi, Meysəm kimi insanlar. Bunlar doğrudan da tarixdə bunların bənzəri yoxdur. Bunlar Əlinin haqq olduğuna görə bağlı oldular. Amma baxın, bəşəriyyətin tarixinə görün, neçə dənə belə insan tapa bilərsiniz. Əmr ibn Həmiq bir gün gəlir Əli əleyhissalamın yanına. Deyir, mənim mövlam, sizin yanınıza ona görə gəlməmişəm ki, siz xəlifəsiz, sizin yanınızda imkan var, pul var, hədiyyə üçün gəlməmişəm. Allah şahiddir ki, sizin yanınıza ona görə gəlmişəm ki, Allah sizin itayətinizi bizə vacib eləyib. Sizi Allah bizə imam təyin eləyib. Məni bura gətirən sizin məhəbbətinizdir. Dünya malı üçün gəlməmişəm. Ondan sonra dedi ki, and olsun Allaha, əgər sizin əmrinizlə dağları yerindən oynatmalı olsam, o işi görərəm. Əgər sizə görə ömrümün sonuna qədər düşmənlərlə mübarizə aparmalı olsam, eləyərəm. Sizin boynumda haqqınız çox böyükdür. Bu sözləri eşidəndə Əli əleyhissalam sevinir və dua eləyir. Deyir, kaş 100 nəfər sənin kimi adam olardı. Düzdür, bu haqqı başa düşənlərin sayı az idi. Amma Əlinin məqsədi sayı çoxaltmaq yox, insan yetişdirmək idi. Bəşəriyyətə nümunə ola biləcək insan. Meysəm o çətin zamanda Əlinin fəzilətlərini insanlara tanıtdırırdı. Özləri də bilirdilər aqibətləri necə olacaq. Muaviyə zamanında Əlini tanıtdırmaq bilirsiniz nə idi? Özü diri-diri öldürmək, ölümün ayağına vermək idi. Hər yerdə Əlinin fəzilətlərindən danışırdı. Meysəmlə Həbib ibn Məzahirin görüşü var, çox maraqlıdır. Həbib ibn Məzahir bilirsiniz Kərbəla şəhidlərindəndir. Kərbəlanın ən qoca şəhidlərindən biri, bəlkə də birincisi Həbib ibn Məzahirdir. Həbiblə Meysəm görüşür, Meysəm Həbibə baxır, deyir, mən bir nəfəri görürəm ki, çox yaxın zamanda Peyğəmbər balasının yolunda qanına boyanacaq. Həbib də cavab verir ki, mən də bir nəfər görürəm ki, onu dar ağacından asırlar, sonra dilini kəsirlər. Sonra da nizə ilə qarnını deşib öldürürlər. Bunlar bir-birinin aqibətini danışırlar bir-birinə. Ki bir zaman Əli əleyhissalam cavab verir, bu xəbər vermişdi bu hadisəni ona. Meysəmə dedi ki, səni xurma ağacından asıb, dilüyü kəsəndə, sonra nizələri qarnıva soxub öldürəndə halın necə olacaq? Əli əleyhissalam soruşdu Meysəmə. Meysəm demədi halım necə olacaq. Sual verdi Əli əleyhissalama kimi, ya əmir əl-müminin. Sual verdi ki, ya əmir əl-müminin, mən müsəlman olaraq öləcəm. Mühümdür, necə öləcəm? Xurma ağacından asacaqlar, dilimi kəsəcəm. Bu mühümdür. Mühüm budur ki, mən imanla öləcəm, müsəlman olaraq öləcəm. Buyurdu ki, bəli. Cavab verdi ki, o zaman mən şad olaram. Müsəlman kimi ölmək üçün, ruhumu qorumaq üçün, canımı qurban verməyə şad olaram. Sonra Əli əleyhissalam dedi ki, bil ki, səni məndən döndərmək üçün
mənim əleyhimə danışmaq üçün vadar eləyəcəklər. Çalışacaqlar səni məndən döndərsinlər ki, məndən üz döndərəsən. Sən bu işi görəcəksən. Cavab verdi ki, Allaha and olsun, nə qədər canımda nəfəs var, bu işi görməyəcəm. Bunu deyəndən sonra Əli əleyhissalam buyurdu, o zaman bil ki, cənnətdə mənim yanımda olacaqsan. Bu müjdəni sənə verirəm. Əli az sayda, amma belə insanlar tərbiyə edildi. Nəyin nəticəsində? Onun nəticəsində ki, Əli haqdan bir zərrə qədər qırağa çıxmadı. Hər şeyini qurban verdi, xilafətini verdi, canını verdi, amma haqdan bir addım kənara çıxmadı. Bir gün namaz qılmağa hazırlaşır, namazın təkbirini demək istəyəndə bir qadın gəlir ki, səndən işin var. Əli əleyhissalam namazı saxlayır, gəlir, deyir, işin nədir? Xanım deyir ki, sənin bizə təyin elədiyin icra nümayəndəsi, vali bizə zülm edir. Deyir, bu sözü deyəndə dərhal görürlər sel kimi Əlinin gözündən yaş axmağa başlayır. Əlini qaldırır Allahın dərgahına, ilahi şahid ol ki, mən onları göndərməmişəm ki, xalqa zülm eləsinlər. Qısa araşdırmadan sonra dərhal əmrini verib işdən azad edir. Əlinin ictimai nəzəriyyəsində, haqqın ictimai təfəkküründə ədalətə, haqqa çatmağın yolu haqdan və ədalətdən keçir. Allah bizi bu məktəbin layiqli davamçılarından qərar versin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İza cəə nasrullahi vəl-fəth və rəəytən nasa yədxuluna fi dinillahi əfvaca. Fəsəbbih bihamdi rabbikə və estəğfirhu innehu kənə təvvaba. Sadaqallahul aliyyul azim.